Bəzən bir insanın yarım qalan arzuları illər sonra belə insanın ürəyinə toxunur. Bu gün sizə çox fərqli və duygusal bir yerdən danışacağım. Bura sadəcə bir ev deyil. Bura bir arzunun, bir həyatın, bir qəhrəmanın izlərini daşıyan məkandır. Bu torpaq sahəsində şəhidimiz İsmail Səmədov özü alıb. Burada bir ev tikmək, ailəsi ilə xoş günlər yaşamaq istəyib. Amma qismət olmayıb. Onun yarım qalan arzusunu ailəsi tamamlayıb. Bu evi tikib və bir xatirə, bir müzeyə çeviriblər. Bu gün isə biz buradayıq. Onun həyatını, xatirələrini və arzusunu daha yaxından tanımaq üçün. Yüce qəhrəman. Bu sözsüz ki Allah'tandır. Yani burada yazılmış. Yani isyan da öz yerinden de haklı tərəfləri var. Ama bu yani bu şəhadət zirvəsi sözsüz ki Allah'tandır. Ona görə onun adına sevilmək lazımdır. Şimdi. Bu kətanda bu da müharibədə çəkilmiş şəkil bu. Bu videonu görmüşəm. Dana dur dana deyir. Ha? Dana. İlk ondan dana gəlir. Həmin adam, həmin videodan çəkilmiş şəkil. Belə sözlər yazmışıq Bəqərə surəsindən. Gəldir burada. Şeyin mahnısında da var da, buralar göz dana, o mahnısında da değil. O özü də. Kimdir o? Dana, dur. Dana oxuya-oxuya oynayır. Oynayır bir dənə qadındır, bəstə bu, göstərərəm. O mahnısında da səsi verir, başlıq hissəsi verir. Buna öz komandiri deyir ki, o koordinatı vur, oranın artıq nəyini verir? Koordinatı verir, oranı artilleriya ilə yönləndirim, oranı vurduraq. Bu da deyir ki, komutan demişəm, vermişəm o şey. Vermişəm komutan. İndi ora Dana gəlir, Dana da raketin adıdır. Həqiqətən də Dana deyə raket var. Yanında işte deyir, Dana dur Dana gəlir. O da üçün müğənninin adıdır. Bildiniz? Onu zaramat edirlər, gülürlər. Bu səyli şəklidir. Bu birinci kurslu Ali Əhli məktəbinin. Bu da uşaqlı şəkil. Bu da dördüncü sinif. Bu liseydir. Kimya biyoloji liseyi. Bu Zaqataladadır. Yox, Bakıda Qaraqarayevdə olmaqdır. Təmayül, bəli. Kimya biyoloji təmayül. Bəli. Sonra bu da orta məktəbdir, bu da kursantlıqdır. Kursantlıq şəkil. Bu yaşmada zabit yoldaşlarından. Bu da kursantlıqdır. Yoldaşlarından da öz başladığı uşaqlar çox əksəriyyəti şəhid oldu. Bu da kursantlıq. Bu bu bizim kənddə o birisi şəhid var, Vəliyev Müsam. Qardaşımdan bir gün sonra onu gətirirlər. Bu məndən onun şəklidir, bir yerdə şəklimizi çıxarıb görmüşdüm, bunu paylaşmışdım. Bu da iş yoldaşıdır, bu özünün tabi bu sənatlı qüvvələri emblemidir. Burada belə bir xəritə vurmuşuq, Respublikanın tam rayonlarının hamısının olduğu xəritə. Bu zəfər yürüyüşü var, prezident də gedir. Oradakı plakat. Oradakı plakat. Üstündə də qeyd olunub burada, Prezident İlham Əliyevin. Yəni orada əlində, hamının əlində var da, şeylə keçirlər belə. Haraydı ora? Tom Sovetin qalanına. Paradda. Bəli. Parad götürülmüşdü, Naranqırdan. Qeyri-adi. Əsr kapitan. Bəli. Şəxsi əşyaları var. Şəxsi biletlər var, maaş kartıdır. Bu Məmmədov Fikrətdir, xüsusi təyinatlı qüvvələrin ilk şəhididir bu. 2014-də düşmən bizdən gəlib keçirdilər, yad xatıdır. 2014-də düşmən arxasındakı tapşırıqda şəhid olub. Özü ilə bir yerdəki tapşırıqda şəhid olub. Onun şəklini Məmmədov Fikrətin şəklidir. Bu şəkli şəxsən qardaşım özü düzəltdirib. Özü ilə bir yerdə. Bu şəkli özü düzəltdirib. Özü ilə bir yerdə kaşlokunda da, telefonun ekranında da. Həmişə bu Məmmədov Fikrətin şəkli var idi özünün. Sonra qismət oldu. Oğlan da Zaqatalada. Turan, bəli. O heç evlənə bilməmiş, toy olmamış. Bəli.
Turan Məhərrəmov. Əskər olub, sonradan bu da Qaxın 2001'de. bu da Qaxın şəhidləridir. Xahiş elədilər ki, İsmaillə bir yerdə bizim oğlumuzu vurarsınız. Dedik, o nə deməkdir vurarıq deyə. Sonra bu tabeçiliyində olan şəxsi heyətinin komandirdir. Tabeçiliyində olan şəxsi heyətinin şəhid olanları vurmuş bura. O sizin qardaşınızın tabiçiliyi. Hə. Bir dənə Məmmədov Fikrət tabeçiliyində olmayıb. Çünki Məmmədov Fikrət qardaşımın komandiri olub. O şəhid oldu 2014-də. Bunlar isə, qalanlar isə 2020-də. 20-də var, 22-də var. Belə. Deməli, Ağayev Salih, Əkbarov Əmrah, İslamov Bəxtiyar, Səmədov İsmail eyni gündə, eyni yerdə şəhid oldu. Artilleriyalarda. Yox, yaxın təmasda döyüşdü. Bu da şəxsi Güllə şəhid oldu. yarası Hə. Bu da şəxsi telefondur. Yəni onun fənər kimi zad istifadə edilmiş. Maşallah. Hərbiçi sözünün tam ifadə olunmuş halı da bu Burada da qardaşımız da cəmləşdirdi. Bu da mismarla yazılıb. Bunu da buradan bir dənə oğlan var, o düzəldir. Hə. Müşfiq deyil, yox, başqa bir adı var ya. Hə. Açıqlı oğlan. Bəli, o Hə, düzəldir. adı bilmədim. Sonra bu medallardır, oxuduğu kitablardır. Çarpdı burada. Medalların vəsiqələri, bu Vətən Müharibəsi Qəhrəmanı medalı budur. Medal. Bu medal 83 nəfər var ölkədə. Belə. Sonra özünün kurslara Gürcüstana da gedəndə kurslardan alıb gətirdiyi şeylərdir. Elə şeylərə, qədimi şeylərin olsa marağı çox idi. Həqiqətən. Sonra geyimlərdir, kostyumdur. Namazdaydı. Hə, ölür ki. Səccadəsidir. Yəni, bu da geyim formalarıdır. Ayaqqabısıdır. Bu skoyp ayaq var orada. Bu da tam da öyle. O özündən qalandır elə qoymuş orada. Sonra bu gündəlik geyim formasıdır. Rütbəsi burada. Yəni, bu özü istifadə eləmədiyi şey burada yoxdur. Yəni, olar ki, bu paltar sənindir, amma heç bir dəfə də giyməmsən. Elə bir şey yoxdur burada. Hamısından, yəni özü istifadə elədiyi şeylər. Papağı batinkası. Bunu hədiyyə eləmişdi bir hədisi yoldaş, anzora vurmuşam. Sonra bu vətən medalların logolarıdır. Bu vətən müharibəsinin medalın nə idi də deyək ki, böyüdülmüşüdür. Bu da onun Kitabçasının. bəli, kitabçasının böyüdülmüşü. Yerin bir başında aslında. Bəli. Deməli, buradan bu tərəf şəhid olandan sonra aldıqlarıdır. O tərəf isə şəhid olmamışdan öncə. Bu da şəhid olmamışdan öncə alınmış şeydir. Burada bax, baş yetmət var. Baş yetmət təəssüflərə görə. Leytinat olan vaxtalan var. 16 Noyabr 2 nömrəli hərbçisinin komandiri General Mayor Hikmət Mirziyev. Bu da astıma şəkilə bənzəyir, amma bu elə daş divarın özüdür bu. Bunu rəssam işləyib burada. Burada işləyib, bu divardır. Belə çıxıntılıdır, asma şəkilə bənzəyir, amma bu divardır. Bunun bir rəssam şəkil divarda. Soğulan istersin çok böyle Bir sorsuz çəkil. O şəkili çöldədir, bir gətirim onu, həmin şəkil. Bəzən bir ev sadəcə daşdan, kərpicdən olmur. Bəzən bir ev xatirələrdən, arzulardan və yarım qalan ümidlərdən qurulur. İsmail Səmədovun bu evi də məhz belə bir yerdir. Onun addım atmadan qalan həyatı bu divarlarda yaşayır. Hər küncündə bir xatirə, hər əşyasında bir həyat izi var. Bu gün biz sadəcə bir evi deyil, bir qəhrəmanın ruhunu hiss etdik. Unutmayaq ki, bu torpaq, bu rahatlıq bizim bu gün sərbəst yaşamağımız onların sayəsindədir. Onlar arzularını yarım qoyub bizim gələcəyimizi tamamladılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sonra bu xalçalı, bu Photoshopdur, yəni uşaqlar bu sonradan Photoshopla düzəldi. Uşaqlar xırda idi, Mehdi 9 aylıq idi. Qızın onlarda 3 nəfər. Burada qeyd olunub, Vətən Müharibəsi Qəhrəmanı.
Aprel şəhidləri. Onu ümumən fəaliyyətinə görə seçilib Hə, çox- hər halda. Ha, çox Şücaətinə. Həmin yerdə, yəni 4 nəfər bizdən şəhid olub, orası 100-ə qədər onlardan olub. Son vaxtlar müharibədən bir ayda qabaq seçilmiş şəkildir. Sentyabr, avqust, yay aylarında. Ha.